Şirkətdən taksi sifariş edən qadın sərnişinə sürücü sonradan zəng vuraraq onunla tanış olmaq istəyib. Sürücü xanımın WhatsApp nömrəsinə yazaraq ondan xoşu gəldiyini və tanış olmaq istədiyini bildirib. Ancaq xanım buna etirazını bildirərək onu narahat etməməsini deyib. Hadisə Bakıda olub. Taksi şirkətlərinin birində işləyən sürücü müştərini ünvana apardıqdan sonra mesaj yazmağa başlayıb. Sonradan xanım müştəri sürücü ilə olan yazışmanı sosial şəbəkələrdə paylaşaraq qadın istifadəçiləri belə məsələlərdə diqqətli olmağa çağırıb. Təbii ki, sosial şəbəkədə paylaşılan bu foto da istifadəçilərin narazılığına səbəb olub. Elə şəhərdə xanımlar arasında apardığımız sorğu zamanı da belə hallar qarşılaşanların olduğunu gördük. Başlayır, yəni düzgün adres belə deyildi, belə idi. Getmişik, deyir, mən navigator düz göstərmir, deyir. Yəni Elə adından yazır. bəli, elə adını